videonu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Değerli izləyicilərimiz, xoş gördük. Hər birinizin, hər bir vaxtınız xeyir olsun. Değerli izləyicilərimiz, bax bu qardaşımız gördüyünüz kimi bax bu evdə yaşayır. Neçə illərdir ki, yəni burada yaşadığına baxma, işıqları yoxdur. Bax bu gözəl balalarla bunlar şam işığında gecələr çörək yeyirlər. Mən xahiş edirəm videomuza baxan gözəl Azərbaycanımın mərd insanları. Kömək eləyəyin, qardaşımız birinci qrup əlildir gözünüzün qabağında. Kimin gücü nəyə satırırsa köməklik eləsin, bunların işığı çəkilsin, çoçki qoyulsun. Çox sağ olsun, dəyərli qardaşımız Şəkinin Dəhnə kəndindən 1000 rubl göndərib. Təşəkkür edirəm, Allah min əvəzin versin. Vüsalın adından 5 azeyin gəlib, Unibankdan 5 azeyin gəlib. Elnur Sabirabadlı, mənim gözəl dostum. 2000 rubl göndəribdik. TikTok'dan Rasim qardaşımız 10 azeyin göndəribdik. Mənim xeyriyyətçi qardaşım, dostum, gözəl qardaşımız 100 manat göndəribdik. Cibi dolu olsun. Saatlıdan Beyrək qardaşım 500 rubl göndəribdik. Bir bacımız Moskvadan 1000 rubl göndərib. Çox sağ olsun. Cəllabadlı Sənan qardaşıma öz minnətdarlığımı bildirirəm. Allah min əvəzin versin. 1000 rubl özü göndərib və bir yaxını isə 500 rubl göndərib. Allah min əvəzin versin. Statusunda da videomuzu paylaşır. İnşallah Allahın izni ilə bu gözəl balalara kömək eləyərlər. Mənim dəyərli izləyicilərim, buradan Kərbəlayı Qəhrəman qardaşıma öz minnətdarlığımı bildirirəm. Qəhrəman qardaşımız bizim videorolikimizi statusunda paylaşıb və onun yaxınlarından hər kim pul göndəribsə Allah cibin dol eləsin. Və gözəl izləyicilərimiz, kapital kartımıza gələn pulları sizə vurğulayacağım. İlqar Q 10 manat göndəribdi. Allah min əvəzin versin. Akifin adından 5 azeyin gəlib. Nihadın adından 3 manat 80 qəpik gəlib. Təşəkkür edirəm. Allah cibin dolu eləsin. Bəxti Gül adından 5 azeyin gəlib. Elnur 10 manat göndərib. Ondan 3 manat gəlib. Cavid Q 20 manat göndərib. Təşəkkür edirəm. Və Cavid M 7 azeyin göndərib. Gənə ondan 10 manat gəlib. Ezamin 10 manat göndərib. Real 10 manat göndərib. Vüsal 15 manat göndərib. Təşəkkür edirəm. ABB onu qardaşımız 100 manat göndərib, onu demişəm. İsrail 10 manat göndərib. Ondan 5 manat gəlib. Rasim qardaşımız 10 manat göndərib. Cibi dolu olsun. Allah min əvəzin versin. Allah cibin dolu eləsin. Kim ki, bax, bu gözəl balalara, bu gözəl qardaşımıza yardım eləyir, Allah ciblərin dolu eləsin. Allah min əvəzini versin, milyon əvəzini versin. Amin. Və gözəl izləyicilərimiz, gözəl qardaşlarımız, xeyriyyətçi bacılarımız. İndi isə yeni o biri kartımıza gələn pullar haqqında da məlumatımız var. Allah İlqar ki 20 manat göndərib. Xanağa 3 manat göndərib. Vüsal yenə 5 manat. Unibankdan 5 manat. Təşəkkür edirəm. Cibiniz dolu olsun. Amin. Allah min əvəzini, milyon əvəzini versin inşallah. Cibləri dolu olsun. Gözəl insanlar, gözəl qardaşlar, xeyriyyətçi bacılar. Fani dünyada yaşayırıq. Kim ki, bax, bu ailəni sevindirir, bu balaları sevindirir, Allah da sizləri sevindirsin. Deməli, 235 manat bir kartımızdadır, 23 manat da bir kartımızdadır. Profildə hesabımız yerləşib. Kimin gücü nəyə satırırsa, bax, bu gözəl ailəyə kömək eləsin. Sabahınız xeyir, hər kəsi salamlayaq bu məhərrəmlik günündə. Çox sağ olun, bizə yardım elədiyiniz görə Allah sizi yad eləsin. Allah onun min əvəzini versin. Amin. Allah sizi pənahında saxlasın. Çox sağ olun.
Bizim bir tane bu karanlıktan bizi ışıklara çıkardın. Allah her birinize iyi yer olsun. Çerçeği aparan kardeş Allah. Sağ ol qadın abi. Var eləsin. Allah onun dayağında dursun ki, Sağ o ol. bizi ışıklandırır. Bizim bu karanlığımızı bizim ışıklara çıkardır. Pul gönderenlerde bu kardeşin herkesin karşısında baş eğiləm. Çox sağ olun. Allah sizi var eləsin. Allah kim Çok sağ olun Mehmet bize dəstək olur. Allah sizə də bir yar olsun. Kalık olsun. Kömək eləyəcəkdilər əmilər, dayılar. İnşallah işığınız yanacaq qadın alım. Allah böyükdür. Allah kömək eləyən qardaşlarımızın malına, mülkünə bərəkət versin. Amin. Kim də var bu gözəl qardaşımıza, ürəyi təmiz, gözəl qardaşımıza, bax bu gözəl balalara kömək eləmək istəyirsə, Allah onun canını sağ eləsin. Amin. Profildə kart hesabımız yerləşir. Yazırsınız ki, kart qoyun, kart qoyulur. Kimin gücü nəyə çatdırır? Qardaş bizdən nə istəyir? Çok. Çok iyi. Bir tane bizi ışıklara çıkardın. O ne tür o şey attılar hep koyunun içine. o gali biliyorsun koyunun içine. Biz öyle bir şey Yusuf kimin koyunun içindeyiz. Karanlıktayız. Quyunun içindən çıxardın. Bize destek olun. Bize bu koyunun içine çıkar. Bize bir sosyal almamıza her bir madde destek olmamıza karşı edirəm. Olar inşallah. Allah Sağ ol, sağ ol. Kömək eləyənlərin Allah köməyində dursun. Amin. Canları sağ olsun. Allah sizdən dolu eləsin. Kömək eləmək lazımdır. Gözəl qardaşlar, xeyriyyətçi bacılar. Bax, o bir söz var, deyir, araz axır, gözün baxır. Yəni bu qardaşımızın günün görürsüz də, əlil arabasına məhkumdur. Yəni bunun əlindən nəsə bir iş gəlmir ki, gedə 5 manat pul qazana. Ona görə də mən xahiş edirəm, bizim bax bu videorolikimizə baxan qeyrətli qardaşlarımız, qeyrətli bacılarımız, kömək eləyən gül balalar var burada. Kömək eləyən, hərə bircə manat göndərsə, valla tez bir zamanda o çox gələr qoylar. Gedib o üzdən iraqlara dəstək olanlar. Allah rızası üçün, Allaha xatir. Gəlin bax bu qardaşımıza kömək eləyək. Bu qardaşımız qoy, görürsüz deyir o Süleyman quyunun dibinə düşən kimi, görürsüz bax biz də quyunun dibindəyik. Bizi Süleymanı quyunun dibindən çıxardan Allah səni də çıxardar. İnşallah. Allah hər birinizə yar olsun, hərdən bir madde imkan daxilində. Kömək eləyək. Hərə bircə manat göndərsə, atalarımızın bir sözü var, deyir dama göl olar. İnşallah. İnşallah kömək eləyərlər. Allah hər birinizə yar olsun. Sağ ol, sağ ol. Bax bu gözəl balalarımızda dərslərin qəşəng işıqda oxuyarlar, öyrənərlər. İnşallah. Məktəbə getsən, neçədə oxuyursan? 6'da, Sən neçədə oxuyursan? 4'te. Balaca da getmir hələ. Adın nədir sənin? Hadize. Xədicə. Sən Məryəm. Adları da gözəl, özləri də gözəl. Allah saxlasın. Amin. Allah bəxtlərin, talihlərin gözəl eləsin. Çox sağ ol. Allah bütün balaları qorusun. Amin. Bax bu gözəl balalarımıza gəlin kömək eləyəyin. Kömək eləyəyin inşallah bu qardaşımızın da bir işığın yandırağın, işığın yandıran. İnsanın gözü Allah heç kimi kör eləməsin də. Amin. Kör olan kimi bax bunlar o elə bil ki, Çox. kördülər də. Yəni işıq söhbəti yoxdur. Gəlin bunların işığın yandırağın. Yəni bir görürsüz də, yəni biz eşitmişik ki, yol çəkmək ən böyük savabdır. Su çəkmək ən böyük savabdır. İşıq yandırmaq, bir evin işığını yandırmaq ən böyük bir savabdır. Gəlin bax bu savabı qazanalım. Özdə belə gözəl, ürəyi təmiz
qardaşdan ötəri. İnşallah Allah hər birində kömək olsun. Kimin gücünün nəyətədirsə çox istəmirəm. Hərdən bir manat imkan daxilində bizə kömək olun. Kömək eləyərlər. Allah böyükdür. Qurban olum Allaha. Gözəl qardaşlarımız var. Həci qardaşlarımız var. Kərbəlayı qardaşlarımız var. Möminə bacılarımız var. Bu videomuza baxıb Allahın izni ilə bu qardaşımıza kömək eləyərlər. Çox sağ olsun. Videomuzu paylaşan qardaşlarımız var. Allah canlarını sağ eləsin. Öyle onların sayəsində də yardımlar gəlir. Allah köməkləri olsun. Allah hər birindən razı olsun. Allah köməkləri olsun. Allah dua eləyənlərin də kömək olsun. Kimin gücü çatmır deyir, Allah ondan kömək olsun. Allah ondan da kömək olsun. Sağ ol, sağ ol. Allah hər birindən Bax, neçə ildir mən yardım eləyirdim. Hələ bu sözü bizim çəkilişimizdə həqiqətən deyən olmamışdı. Deyir, adam var, kömək eləyir. Adam var, dua eləyir. Deyir ki, Allah kömək olsun. O Allah kömək olsun deyən var. Elə bil ki 2000 manat pul göndərir. Bir dənə o söz. Sağ olsun. Allah hamının köməyi olsun. Amin. Allah sizin də köməyiniz olsun. İnşallah. Bizim də köməyimiz olsun. Çox sağ ol. Allah hər böyükdür. birinə Qurban olum Allaha. Allah böyükdür. İnşallah Allahın izni ilə o 2000 manat nə puldur ki, valla elə bir oğlanın qarşısına çıxar ki, zəng eləyər deyər Xəqani qardaş. O necə ki, bizim bir gözəl qardaşımız var, Allah canı sağ eləsin. Ev alırdıq, 2000 manatımız satırmırdı. Eldəniz qardaş, zəng elədi, nə qədər satılmır, dedim 2000 manat. Nahada o 2000 manatı göndərdi. İndi elə bir qəşəng bir qardaşların qabağına çıxar, Allahın izni ilə sənin işığını deyir, qardaş bir nəfər yandırar. İnşallah. Allah'ın köməyi olsun. Amin. Dəyərli izləyicilərimiz, çəkilişimizi yekunlaşdırdıq. Allah pul göndərənlərin malına, mülkünə bərəkət versin. Amin. Canları sağ olsun. Amin. Çok sağ olun. Allah hər birinizə yar olsun. Sağ ol qadanam.